Biz ayda bir dəfə Gəncə şəhərində xəstələrin müayinəsinə aparırıq. 15 gün öncə sağ ayağı əməliyyat olunubdur. Xəstə deyir, narkoz aldım, yatdım, bir də deyirlər ki, ayıldım. Əslində lazerlə əməliyyat narkozla olunmur. Lazerlə əməliyyat yerli çevirməklə olunur. Qayda olaraq budur ki, məsələn, anesteziya bunun üçündür. Və əməliyyatdan sonra üçün baxarıq, nə görürük burada Doppler olaraq. Damar tamamilə normaldır. Sadəcə bu damarlara skleroterapiya olunub. Bir sıra hallarda xəstələr deyə bilirlər ki, doktor, mən lazer əməliyyatı oldum, o da fayda vermədi. Və bu ayaqda açıq əməliyyat olunubdur. Sadəcə bunun da bir problemi var. Arxanın üçün sol ayaqda da daha əvvəl dediyinə görə açıq əməliyyat olunubdur. Yenə fayda görmür, çünki görməməsində səbəbi vardır. İndi monitoru göstərin zəhmət olmasa. Damarın içində burada ağ fibroz toxuma görə bilirik. Yəni bu adamın ayağı daha əvvəl dərin venoz tromboz olubdur. Ona görə də bu adam açıq əməliyyat olub fayda görməyib, dırnaq arası desək, lazer əməliyyatı olub fayda görməyib. Çünki fayda görməməyin birinci səbəbi diaqnoz problemidir.